Kişilər elə bilirlər səslərini yüksəltsələr, qışqırsalar evdə məsələni həll eləyəcəklər. İnanın ki, qışqıraraq heç bir məsələni həll eləyə bilmirsiniz. Ola bilsin xanım razılaşır həmin vaxt sizlə, amma bu o məsələnin həll olması demək deyil. Ortada hansısa məcburiyyətlər var sizlə razılaşır. İçdən içə sizi qəbul elədi həmin məsələdə. İçdən içə sizlə razılaşdı o məsələdə. Xeyr, mümkün deyil. Sadəcə məcbur oldu sizlə razılaşdı. Siz qışqıraraq onu nəyəsə məcbur eləmişsinizsə, içində nəyisə bitirib, içində nəyisə söndürdü o insan. Xanımın içində nəyisə bitirdin, qışqırıb məcbur elədin ona ki, razılaş mənimlə. Mənim dediyim sözlə razılaşmalısan. Özü biraz da möhkəm qışqıracam. Əlimə nəsə keçsə divara da götürüb vuracam. Razılaşmalısan. Allah bir qavlən ədl, ədalətli ol, ədalətli danış, ədalətli üslubla danış, ədalətli söz istifadə et.